Salam dostlar, necəsiniz? Yaxşısınız? Sizə bugün bir video çəkmək istəyirəm sizə. Baxın dostlar, belə bir hadisə olubdu. Baxın, bir vaxt görmüşdüm mən onu. Baxın, belə bir oyun var idi. Yox, bu dostlar bu deyil deyə bağışlayın. Buydu, yox. Bu deyildi axı. Diyanın dostlar, görün mən oyunu tapsam friend of games. Xəyyam dostlar, bir dəfə mən burada mat eləmişdi bu tərəfdə. Baxın. Yox yox dostlar, baxın. Belə bir oyun olmuşdu bu günləri. Mən oynayanda. Yəni burada dostlar, rənglər səhv göstərilibdi. Baxın dostlar, nə olubdu? Xəyyamla bir şahmat oynayırdıq belə. Baxın, A1-dən belə başlayıram. Baxın dostlar, mən şahmatda Xəyyam mat eləmişdim bu günləri. Baxın, bu üstə cısır bir 2-3 var. Mən ağların tərəfindəydim. Xəyyam qaraların tərəfindəydi. Onu da Xəyyama göndərmişəm. Xəyyam da edit düzəldə. Baxın dostlar. Baxın, ardıma daşları qoymuşam. Mən birinci daşı qoymuşam oradan. Xəyyam gedib filin qabağını açır. Mən sonra onun qabağını kəsirəm. Sonra Xəyyam mənim qabağımı kəsir. Sonra o gəlir. Baxın dostlar, o mənim daşımı yemir. O mənim buradan daşımı yeməyə çalışır. Baxın. Baxın, mən ağıllılıq elədim. Baxın, ağıllılıq elədim. Baxın dostlar, görürsünüz. Burada mənim vəzirimi yeyə bilərdi. Amma gördünüz, onu mən geri çəkdim. Əslində dostlar, bəziləriniz deyə bilərdi ki, axı sən sağlam ol. Axı dostlar, mən bu vəziri gətirib bura qoysaydım, daha da pis olardı. Çünki dostlar, diqqətli olun, baxın. Orada mən o daşı atsaydım, burada bir dənə daş var ki, baxın, mən bunu buraxdım. Baxın, bu bura gələndə o mənim bir daşımı yeyə bilərdi. Onda mən mat eləyə bilməzdim. Baxın dostlar, iş belə gedir. O mənim daşımı atır, onun qalanını kəsirəm. O dalına vəzirini qoy ki, əgər bu qoysam, mən onu gedim yeyim. Baxın dostlar, iş belə gedir. Bu cısur bir güc yazılan mən amma qarışdırmayın. Bu şəkli bəlkə siz tanıyırsınız. Məni çoxdan izləyənlər tanıyarlar. Baxın dostlar, biz mən o Xəyyamı 71-ci daşımda yemişəm. Mərhələmdə, bura çoxdur. Baxın dostlar. Getdi. Yanın dostlar. Biz 13-də qaldıq. Mən belə basıram da. Sonra dostlar, bu gəlir, mən o şeyini atıram. Atandan sonra bu qoyur, mənim daşımı yemək istəyir. Amma yemir. Mən sonra onun şeyini yeyirəm. Atını. Sonra da o gəlir, mənim atımı yeyir. Piyadı ilə. Sonra da mən yenə öz atımdan onun daşını yeyirəm. Amma sonra da baxın, gördünüz, daşımı yeyir. Sonra buradan mən şey qoyuram. Nədir onun adı? Fil. Filmi qoyandan da sonra bu qoyur qabağa. Oradan çünki mən filmi yeyir. Dostlar, bağışlayın, biraz xəstələnmişəm. Allah şəfa olsun deyənlər üçün çox sağ olun, səsim batır. Yaxşı cümrah danışa bilmirəm. Baxın, sonra dostlar, mən filmi qoydum ora. Sonra Xəyyam bilərdən qoymur. Yemir. Çünki mən axı onu şahla yeyə bilərəm axı. Sonra dostlar, yenə qoyur. Belə. Sonra gedir mən qoyuram. Qala. Top bağışlayın. Qala yoxşu deyən, qarışdırıram. Sonra bura fil qoyur Xəyyam. Sonra mən filmdən onun daşını yeyirəm. Amma dostlar, yadınızda saxlayın ki, mən çox qəşəng bir şey eləmişdim. Burada 7 nömrəli film var. Mən ona dəyməmişdim. Necə yəni? Deyə bilərsiniz. Baxın, burada 7 nömrəlidəki mənim
Hardasa A1-dir də. Yo, H1, H7. Baxın, H7-da mən daş qoymuşam. O da fildir. Bax, orada da G2 daşında da Xəyyamın daşı var. Mən istəsəm onu da yeyə bilərəm. Yemişdim. Amma bu dəqiqə yeməyəcəm. Çünki dostlar, mən bu tərəfdə Xəyyam məni yeyə bilməz. Elə də belə də Xəyyam məni qəti sürətlə yeyə bilməz. Yeyə bilər, amma ağlı işləməyib, eləyənmir də. 5 nömrəlidəki fili ilə eləyə bilərdi dostlar. Mən də o nə mənim topu ilə yeyə bilərdi, də piyada ilə. Yəni əgər piyada topun yerində olsaydı, onu yeyə bilərdi. Mən də onun daşını yeyərdim. O bir daş gəlir. Xəyyam daşını atır. O da qala. Top. Dostlar, normalda mən şahmat kursuna getmirəm. Özüm məntiqə gedirəm də hazırlıq olaraq. Dostlar, mən zehnim elə qəşəng işləyir ki, heç mən şahmata getməsəm Xəyyam mat eləyirdim. 2 dəfə mat eləmişəm. Birində düzdür, deyibdi. Amma bu dəfə mat mən eləmişəm. Baxın dostlar, sonra mən daşı atıram. Baxın, mən də həmin hərəkətlərdən eləyirəm. Sonra o mənim daşımı yeyir dostlar. Baxın, görürsünüz, daşımı yeyir. Sonra mən şahımı qoyuram vəzinin qabağına. Sonra o dostlar nə eləmək istəyir? Məni bildiniz də nə eləmək istəyir? Məni dostlar belə şahı qaçırda bezdirmək istəyir də məni. Ondan sonra dostlar Xəyyam piyadasını atır 2 dama. Mən də sonra topla ona qarşılıq verirəm. Lakin mənim daşım gedir. Vəzir yeyir. Amma dostlar, mən buna əsəbləşirəm. Amma bilsiz dostlar, mən onun daşını yemirdim ha. Çünki mən o qədər zəhnim var ki, baxın dostlar, görmüsünüz bəlkə, bilmirəm. Baxın dostlar, görürsünüzmü? Buradakı vəzir mən əslində yeyə bilərdim. Amma dostlar, o mənim vəzirimi yeyə bilərdi. Axı, işi bərbatına soxardım da. İşin pis tərəfindən gedərdim. O yol eləmədim. Yəni yemədim də, yanına qoymadım. Ona görə də onu qoydum şahın yanına. Sonra o mənim piyadamı yeyib. Təkcə mənim 2 dənə piyadam qalıb. Xəyyam mənim çoxlu daşımı yeyibdi. Amma mən az daşını yemişəm. Belə görünər ki, uduzuram. Amma yadda saxlayın dostlar. Ya bu nəsihət verirəm sizə. Bunu yadda saxlayın. Həmişə dostlar, tez böyüyən bir şey, o tez də xarab olur. Yəni tez xarab olur, tez bitir. Məsəl üçün, Xəyyam bu dəqiqə 11 balım var məndə. Mənim hələ balım yoxdur. Xəyyamı mən topladığı şeylər nə qədər çox olsa da, bu demək deyil ki, mən uzacam. Sadəcə ehtimalım azalır. Amma bu dəfə ki, nəsihətə əmələ gəlsə, ehtimalım daha da yüksəlir. Yəni yüksəlmə ehtimalım da olur. Xəyyam çünki mənə xüsusi bir fürsət verir. O fürsətdən də istifadə edirəm mən. O istifadə etdiyim fürsətə görə də Xəyyamı yemək ehtimalı daha da çoxalır. Baxın dostlar, bunu yadda saxlayın. Xəstə olsanız sizə bir qəşəng nəsihət verdim də. Sonra mən daşımı atıram. Xəyyama deyirəm ki, Xəyyam, istəyirsən gəl daşımı yeyən, qoyuram da. O da mənim daşımı yeməz. Yəni o üstə qoyur fil hərəkəti ilə. Sonra mən vəzirimi şahımı qaçırtmalıydım. Şahımı qaçırtdım vəzirimin arxasına. Sonra Xəyyam da şahını qoydu şeyin yanına, piyadanın yanına. D2-də. D7 daşında. İrəli deyirəm. Dostlar, gördünüz piyadam irəli getdi. Amma burada dostlar, hələ də o fili tərpədmirəm. Sonra Xəyyam dəyişir daşını. Baxın, sonra mən qabağa qoyuram. Çox qəşəng fürsət də var burada. Siz bəlkə də görmürsünüz. Sonra dostlar, Xəyyam yenə mənim şahı qaçırt eləyir.
hərəkətini edir. Bu yenə düzgün olmadı. Mən onun daşını yenə 2 dəfə, 3 dəfə bastım. Bassam da oradakı A8 daşı, o daş, yəni top mən gəlib yeyərdi. Onda da oyun pis olardı. Ya oyun sayılmır. XA2 Plus daşında belə gəlsək, burada dostlar Xəyyam yenə mənim vəzirimə qoyur vəzirimi yemək üçün. Mən də onun daşını yeyirəm. O da mənim daşımı yeyir. Amma dostlar, Xəyyam sonra deyir ki, ayda. Mən oradakı Xəyyamın mənə verdiyi fürsətdən istifadə edirəm. Ya bu nə fürsətidir? Öz daşını öz-özünə yemək fürsəti. Gördünüz dostlar. Mən bu dəqiqə onun daşını yedim. Balım çoxaldı bu dəqiqə. Amma hələ də Xəyyamın balına çatmıram. Çünki Xəyyamın milyon dənə piyadası var. Və hardasa onun 3 dənəsini yeyə bilmişəm. Mənim atım da yoxdur. İndi dostlar, mən qəşəng bir mərhələ keçirirəm. Amma birinci Xəyyam eləyir. Xəyyamda hansıdır? D4 daşı. Yəni D4 daşında piyada var. Amma bu mənə yenə fürsət qazandırır. Yeri boşalır axı. Sonra dostlar, o biri daşını qoyur. Belə getdi. Mən onun piyadasını yedim. XD2 daşında. Yəni vəzin şahla. Sonra dostlar, mən burada dostlar, yadınızdadırmı? İndi dostlar, Xəyyam daşımı atır. Mən yenə qabağı qoyuram. Sonra dostlar, gördünüz? Xəyyam yenə mənə fürsət verdi. Baxın, bu nə fürsətidir belə. Buradakı dostlar, baxın, C3 yox. Buradakı hansıdır? H5 daşında, yəni H5 daşında fil var idi. O da mənim qabağımı kəsirdi. Amma dostlar, Xəyyam mən belə bir fürsət yaradır ki, yəni sən get oranı doldur. Amma mənim oradan daşımı da yeyə bilər də. Təli hazırlanmış ola bilər. Amma əlbəttə ki, yanım dostlar. Yəni biz axırıncı dəfə hardaydıq? Burada. Atandan sonra mən hələ fürsətdən istifadə edirəm. Çünki mənə tələ qurmuş ola bilər. Mən o tələni də tələ eləyirəm. Əgər dostlar, bu daşının atası olsa, bu H5 daşına, mən onu piyada ilə yeyə bilərəm. Xəyyam şahını atır. Dostlar, gördünüz? 41-ci oyunda mən eşitdi daşımdakı filmi oldu. Mən yeni daşımı gördüm ki, bu mənim daşımı yeyə bilər. Ona görə Xəyyamın piyadasını yemiş olur. Amma dostlar, görürsünüz, yeyə bilmədi. Xəyyam piyadasını qabağa atdı. Sonra belə dostlar, getdi. Hardasa bu hansı oyunda? D4. D4 daşın yerində də mən öz daşımı atdım. Yəni şahımı. Xəyyam da şeyini çəkdi, şahını. C6 daşı. 4-cü oyunda E4-ə mən atdım. Sonra dostlar, C3-də də Xəyyam atır ki, oradan bir dənə vəzir yaratsın. O vəzirdən də məni mat eləsin. Amma dostlar, bu iş əksinə baş verəcəkdir. Baxın, dostlar, mən onun bir piyadasını yedim. Gördünüz dostlar, balım çoxaldı. Xəyyam getdi. Amma Xəyyamın bilmədiyi bir şey var idi ki, o H7 daşındakı şeyin nədir? Filin şeyinə gəldi, çatdı, orbitinə də. Mən indi astronomik bir şeydə deyim. Daşını yedim sonra. Sonra dostlar, mən heç bir təhlükəm olmur. Yəni, daha doğrusu qazanma şansım artdı. Xəyyam mənə dediyim kimi fürsət verir. Sonra dostlar, Xəyyam yenə piyadasını atır. Amma mən onu geriyə çəkirəm şeyi. Nədir? Öz tərəfimə çəkirəm fili. Sonra Xəyyam daşı atır piyadanı. Sonra mən onu qovalamaca. Amma sonra Xəyyam filini atır.
Ona daha biraz pis olur da. Mən yaxınlaşdım, xəyyam fil çəkdim. Mən sonra piyada ilə getdim. Sonra xəyyam mənə yeni bir fürsət yaratdı. Mən xəyyamı devirməyə çalışırdım. Xəyyam sonra şahını qaçırtdı və B7 daşına qoydu. Sonra dostlar, mən daşımı H5-ə atdım. Amma dostlar, burada xəyyama qəşəng sürpriz yaratmış oluram. Xəyyam daşımı yemək istəyir. Mən onun daşını yeyirəm sonra dostlar. Sonra o da dostlar gəlir çatır daşıma. Mən onu öz tərəfimə çəkirəm. Yəni D1 daşına. Sonra dostlar, buradakı vəzir, vəzir deyirəm, şah. Buradakı dostlar, xəyyam şahını dala qaytarır yerinə. Sonra mən onun daşını yeyirəm. Xəyyamın bir dənə atı var. O atı qoyur ora. Lakin bilmədiyi bir şey var ki, gecdə davşan mənim daşımı yeyə bilməz axı dostlar. Çünki atın gedişi L şəklindədir. Məsəl üçün, hansıdır? Məsəl üçün, G6 daşındadsa, məsələn, E5 daşına gedə bilər. Belə. Amma sonra dostlar, gördünüz, mən vəzirimi yaratdım. Xəyyamla işim asadlaşdı. Nədir? Sonra başlayır xəyyam qorxmağa. Da neyir? Atını çəkir ki, yeyərəm. Amma mən onun yanına gəlirəm. Xəyyamın şansı qalmır, onun atını yeyirəm. Qaçmağa başlayır, amma qaçmır. Mən çəkir ki, özünü ki, mən onun yanına gəlim, o mənim daşımı yesin. Amma görsünüz alınmır. Şahmat kursuna getməyən. Amma halbuki o mənim piyadamı bir yolla da olsa yeyir. Mən piyadamı yeyir, amma problem olmazsa yenə də mən ondan üstəm. Çünki mən ondan əlavə 12 balım da var. Sonra da dostlar, nə olur? Sonra xəyyamın təkcə şahı qalır. Başlayırıq oynamağa. Oynadıq. Axırda xəyyam qəşəng bir yer tapdı. Mən o filmi tərpətməlidim dostlar. Xəyyam gəldi. Sonra dostlar, xəyyam daşını F1 daşını yerinə atdı. Onda da gördünüz dostlar nə baş verir? Mən burada vəzirim var da. Onu gələn kimi mat oldu. Niyə dostlar? Siz səbəbini açıqlayın. Çünki dostlar, mən həm vəzirlə onu yeyə bilirəm. Şahını. O əgər şahını qaçırtsa da, bir addım qaçırtsa da, mən onu şahla yeyirəm. İkincidə olaraq o bir dama da yenə də gedə bilməz. O yenə özünü yana atsa, belə çıxır ki, yenə işləməyəcək. Yəni onu 2 daşdan məhv edirəm. Ona görə də mat oldu. Videomuza baxdığınız üçün təşəkkür edirik. Sağdan soldan çıxan videolarda izləməyi unutmayın. Mən biraz xəstələnmişəm deyənə səsim pis çıxa bilər. Bu dəqiqədə boğazım ağrıyır. Sağ olun dostlar.